Ölümdən sonra həyat hər kəsi maraqlandıran ən vacib sual. Bəli, ölümdən sonra həyat var, amma necə? Var oluşla yox olmalın 4 şəkildə mən izah etməyə çalışacağam. Birinci, deməli, var ikən yox, yox ikən yox. Bu qism insanlar yaşayırlar bu dünyada, varlıqları bilinmir. Nerə yoxluqları? Filan kəs dünyasını dəyişib, o nə vaxt dəyişib? Nə varlığından xəbərim var, nə yoxluğundan yaşayıb gedirlər. İkinci tip, var ikən var, yox ikən yox. Bu normal sıradan insanlar gəlir, həyatını yaşayır, çıxır gedir, heç bir iz buraxmır. Üçüncü tip insanlar, var ikən var, yox ikən var. Bunlar dahilərdir var. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, bunlar həm varlığında var idi, həm də ölümündən sonra da var, yaşayırlar. Var dördüncü bir, yəni insanlar, bir qism insanlar, bax bunlar qəribədir. Var ikən yox, yox ikən var. Adam dünyasını dəyişəndən sonra baxırsan ki, bu böyük bir xeyriyyətçiymiş. Yəni bu dünyada onun yaşamağını heç kim bilmir, sakit bax bunlar. O halsı ki qəlbi təmiz. O öləndən sonra baxırsan ki, bu dahi xeyriyyətçi, nə bilim, yenə ölümündən sonra da yaşayırlar. Ölümdən sonra həyat istedad, şuurun təcəssümü ilə mümkündür yaşamaq.